Ey Allahın qulları, biz dedik ki Ramazana az vaxt qalıb. Lakin bilmirik aramızdan hər kəs Ramazana çata biləcəkmi? Allah bizə Ramazana yetişməyi nəsib etsin. Və biz bilmirik ki, əgər Ramazana çatsaq, onun sonuna qədər yaşaya biləcəkmi, yoxsa yox. Və heç kəs bilmir ki, əgər bu Ramazanın sonuna çatsa, Allah ona daha bir Ramazan nəsib edəcəkmi, yoxsa yox. Elə isə, ey Allahın qulları, indidən qəti niyyət edin ki, Allahın razı olduğu əməlləri edəcəksiniz. Allahın sevdiyi şəkildə yaşayacaqsınız. Günahları tərk edəcək və bu Ramazandan sonra onlara bir daha qayıtmayacaqsınız. Orucunuzu qoruyun, Ramazanınızı qoruyun. Ona zərər verə biləcək, savabını azalda biləcək hər şeydən onu mühafizə edin. Ey Allahın qulları, bu ayda faydasız söhbətləri, boş danışığı və mənasız sözləri tərk edin. Çünki bu cür artıq və faydasız sözlər qəlbin həlak olmasına səbəbdir. İnsan lazımsız çox danışdıqda bu qəlbi öldürür. Əksinə, bu ayda özünüzü Allahın kitabını oxumaqla, zikirlə, dua ilə, istiğfarla məşğul edin. Bu böyük bir fürsətdir. Bu müddətdə məscidlərdə daha çox qalın. Allah rizası üçün daha çox sədəqə verin. Çünki Allah elçisi sallallahu aleyhi və səlləm insanların ən səxavətlisi idi. Lakin Ramazan ayında o daha da səxavətli olurdu. Gəlin Allahın elçisi sallallahu aleyhi və səlləmin sünnəsinə tabe olaq.